Gəncə şəhərində 42 yaşlı kişi eşitmə və nitq qabiliyyəti məhdud olan qıza əxlaqsız hərəkətlər edib. Hadisə ötən il aprelin 22-sində şəhərin Defo qəsəbəsində baş verib. 1984-cü il təvəllüdlü Fərid dostu və qonşusu Vəlinin evinə gəlib. O evdə tək olan eşitmə və nitq qabiliyyəti məhdud olan Səidənin köməksiz vəziyyətindən istifadə edib. Qıza dərəcəsi təyin edilməyən xəsarətlər yetirib. Köynəyini boğaz nahiyəsinə qədər qaldıraraq intim hərəkətlər edib. Çarpayının üzərində üzüstü uzandıraraq saçlarından tutub zor tətbiq etməklə onu soyundurub. Qeyri-təbii yolla cinsi əlaqədə olub. Fəridin barəsinə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan edilib. Lakin o, ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərib ki, günorta saat 12-13 radələrində işdən qaydanda Səidənin yaşadığı evə atası ilə görüşmək üçün gedib. Amma qızın atası evdə deyildi. Səidə ac olduğunu söylədi, ona şorba alıb verdim. Sonra da oradan getdim. İş üzrə zərər çəkmiş Səidənin sözlərinə görə Fərid evlərinə axşam gəlib. Mənə 5 manat təklif etdi. Sinəmdən öpmək istədiyini bildirdi. Razılıq vermədim, pulu da götürmədim. Fərid məni tutaraq yerə yıxdı. Mən qışqırmağa başladım. Fərid paltarımı çıxardı, sinəmdən öpməyə başladı. Zorla soyundurduqdan sonra üzü üstə olan zaman mənimlə intim əlaqədə oldu. Təqsirləndirilən şəxsdən şikayətçiyəm. Barəsində ən ağır cəza təyin olunmasını istəyirəm. Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinə baxılıb. Fərid 6 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Fərid bundan əvvəl 2020-ci ildə də eyni əmələ görə məhkum edilib.